Çox cavanların verdiyi suallardan biri odur ki, mən evlənmək istədikdə nə etməliyəm? Necə evlənim? Və s. Və şək yoxdur ki, buna dair hədis var. Və gəlir ki, Muhammed bin Məsləmədən deyir ki, mən bir qadınla evlənmək istədim. Və xurma ağacın ətrafında, yanında gizləndim ki, qadına baxmaq üçün, həmən o qadına baxmaq üçün. Və ona deyildi, sən Allah Resulü sallallahu aleyhi və səlləmin sahabəsi olduğu halda bu şeyi mi edirsən? Yəni, burada qəsd odur ki, inkar edə, yəni sən bu şeyi etməkdən utanmadın mı? Və o cavabında deyir ki, fəqal, səmiyyət Resulullah sallallahu aleyhi və səlləm yəqul, İzə ələqallahu fi qalbi mri'in xitbətin mra'ətin fələ bə'sə ən yanzura iləyhə. Allah Resulü sallallahu aleyhi və səlləmin sözü qeyd edir həmən sahabə. Allah subhanahu wa ta'ala hansı bir kişinin qəlbinə bir qadına qarşı evlilik istəyi qəlbinə atarsa, yəni daxil edərsə, artıq həmən o kişinin o qadına baxmaqda heç bir problem yoxdur. Yəni, qısa məna odur ki, Allah subhanahu wa ta'ala izni ilə kim evlənmək istəyirsə hansı bir qadınla, artıq onun o qadına baxmasında heç bir problem yoxdur, heç bir sıxıntı yoxdur. Çünki buna Allah Resulü sallallahu aleyhi ve sellem açıq aydın deyir ki, həmən o kişinin qadına baxması heç bir problem olmadan, heç bir şəriətdə zid olmadan baxmasına nədir? Problem yoxdur. Ona görə bəzi alimlər ixtilaf edirlər. Baxmaq, yəni harasına baxmaq və ən gözəl cavab da odur ki, örflə, örfə qaytarmaqla, örfdə nə gəlibsə, örfdə hansı tərəfə baxmaq icazəli gəlibsə, bu baxımdan da baxması icazəli. Yəni, bu baxımdan kişinin evləndiyi qıza, qadına baxmasında heç bir problem yoxdur bu baxımdan.